Amerika ördəyi müxtəlif iqlimlərdə yetişdirilən dözümlü ördək cinsidir. Orta çəkisi 6 ilə 8 kiloqram arasında olan ət istehsalı üçün üstünlük verilən növdür. Amerika ördəkləri ildə orta hesabla 150-200 yumurta istehsal edə bilir. Bu xüsusiyyətləri ilə Amerika ördəkləri həm ət, həm də yumurta istehsalı üçün ideal seçim ola bilər. Bu quşların sürətli böyüməsi onları ördək yetişdirmək üçün yaxşı seçim edir. Amerika ördəyi ətinin yağ tərkibi digər ördək növlərindən daha aşağıdır. Əslində onların tükləri digər ördək cinslərindən daha az yağlıdır. Ona görə də onlar üzməyə o qədər də meyilli deyillər. Əgər bu ördəkləri bəsləmək istəyirsinizsə, hini torla örtmək məsləhətdir. Çünki köç mövsümü gələndə onların uçub getməsi mümkündür. Amma bu quşların ən yaxşı xüsusiyyəti son dərəcə sakit və itaatkar olmalarıdır. Sürüdə erkək və dişilərin sayı 1 erkək və 5 dişidir. Erkək və ya dişilərin az və ya daha çox olması nəslin keyfiyyətinin pisləşməsi ilə nəticələnəcək.